Salamlar, hər vaxtınız xeyir olsun. Əziz MİQ imtahanında iştirak eləyəcək olan müəllimlər. Bugün sizə 2026-cı il yekun sınaq üçün izahını verəcəm. Bu bizim 2026-cı il belə deyim, hazırlıq ilimiz boyunca işlədiyimiz ən sonuncu sınaqdır. Və sizə arzum budur ki, sizin imtahanınız, ayın 18-də olan imtahan bu sınaqdan qat-qat asan düşsün və yaxud da hər kəsin öz bildiyi yerlərdən suallar gəlsin və ürəyinizcə layiq olduğunuz balı toplayasınız, əldə eləyəsiniz. Birinci suala baxırıq. Birinci sualımız dialoqun cümlələrini düzgün ardıcıllıqla yerləşdirmək tələb olunur bizdən ki, imtahanda ya dialoq olur, ya mətnin bir paragrafın cümlələrinin yeri dəyişik olur. Biz onları düzgün ardıcıllıqla düzməliyik. Bu zaman nəyə baxırıq? Məsələn, that's surprising deyir birincidə. Bu təəccüblüdür. Nədir təəccüblü olan? Mən birlə başlaya bilmərəm, çünki burada bir qeyri-müəyyənlik var. İkincidə deyir ki, görünür yox. Bununla da cümlə başlamaz. Yəni, bir dialoqa, bir söhbət bununla başlamaz əlbəttə ki. In that case, o halda deyir. Hansı halda? Hansı halda? Yəni, yenə də başlamaz. I wouldn't do that if I were you. Sənin yerinə olsam belə etmərəm. Bunu etməzdim. Nəyi etməzdim? Yenə də giriş cümləsi deyil. Have you heard anything? Bu giriş cümləsi ola bilər. Konfransın cədvəli ilə bağlı nəsə eşitmisən? Sualla mən başlaya bilərəm cümləmi. Ona görə elə 5 ilə də başlayacağıq. Eşitmisən deyir və cavab gələcək. Yalnız onu bilirəm ki, təşkilatçılar hələ məkanı təsdiqləməyiblər. Yəni, konfransla bağlı nə isə bir şey bilirsənmi, eşitmisənmi? Bu da deyir ki, yalnız bildiyim yeganə şey odur ki, təşkilatçılar hələ məkanı təsdiqləməyiblər. Deməli, 5-6 gəlir. Sonra baxıram ki, 1 gəlir. Bu cavaba, hələ təsdiqləmədikləri cavaba adam təəccüblənir. Deyir, təəccüblüdür. Mən elə bilirdim ki, onlar artıq yekun qərarı veriblər. Buna cavab olaraq nə verə bilərik? 2-də deyir ki, açığı yox, yekun qərarı veriblər. Bu da deyir ki, açığı yekun qərar verməyiblər. Onlar hamıdan xahiş ediblər ki, səyahətlə bağlı hər hansı plan qurmazdan əvvəl növbəti elanı gözləsinlər. Deməli, 1-dən sonra 2 gələcək, sonra 3 gələcək. O halda hələlik oteli buran etməyin mənası yoxdur. Yəni, 2-də deyir ki, hər kəsdən xahiş ediblər ki, gözləsinlər. 3-də də deyir ki, bu halda hələ otel rezerv eləməyin, bron eləməyin mənası yoxdur. 4-də də deyir ki, mən sənin yerində olsaydım bunu eləməzdim. Nə eləməzdim? Oteli rezerv eləməzdim. Yəni, məkanın dəyişdirilməsi hələ də mümkündür. Deməli, doğru cavabımız nə oldu? A variantı oldu. Keçirik ikinci testə. İkinci test nida cümləsi ilə bağlı olan bir testdir. Düzgün, daha doğrusu yanlış nida cümləsi istənilir bizdən. Səhv nida cümləsi. Birincidə, the professor gave çıxandan sonra yerdə nə qalır? What'dan sonra speech qalır. Biz bilirik ki, speech sözü qarşısında əgər təsvir edici təyin varsa da article-la işlənir. Demək ki, bu doğrudur. İkinci B variantında what a pity. Bu nə heyf ki? Yəni heyf ki mənasındadır və bu mənada epithet olaraq istifadə olunur. Nobody informed us hissəsini çıxandan sonra what'dan sonra isim var. İsmin də artiklı yanındadır. Bu da doğrudur. Üçüncüdə what an honor it is to represent your country. It is to represent your country. Ölkəni təmsil etmək necə də böyük şərəfdir deyir. Çıxandan sonra honor sözü qalıbdır. Şərəf və what an honor necə böyük bir şərəfdir mənasında istifadə olunur və bu mənada article istifadə olunur. Bu da doğrudur. D variantında son nəticə necə də inanılmaz şəkildə görünürdü. Burada seemed feili, the final result seemed, how-dan sonra zərf gəlibdir. Mən nəyə baxacam? Feilim zərf tələb edir, yoxsa sifət? Sim bağlayıcı feildir və sifət tələb edir. Deməli, burada zərf olması yanlışdır. D variantı sifət olmalıydı. E variantında isə you were, xəbərimiz were, to be feilidir. To be feili sifət tələb edir. How-dan sonra da sifət gəlibdir. Ona görə E variantı doğrudur. Dedik ki, sizlə öyrənəndə ümumiyyətlə nida cümlələrini tapmağın ən asan və ən dəqiq yolu odur ki, mütləq sonla mübtədanı xəbəri ayırırıq. Bax, hamısında mübtəda xəbəri ayırandan sonra sadəcə yerdən nə qalırsa onu düzgün təhlil etmək lazımdır. Yerdə nə qalmalıdır? What'dan sonra isim gəlməlidir. Bu zaman ismi yoxlayacağıq. Sayılan isimdirsə article mütləq olmalıdır.
Sailmeyen isim isə istisnalarına baxacağıq. Cəm və sailmeyen isimlərdə artikel işlənmir və s. How qalıbsa, howdan sonra ya sifət, ya zərf olur. Bunu necə təyin edirik? İkinci ayırdığımız cümlənin xəbərinə əsasən. Xəbər əgər bağlayıcı feildir, sifət tələb edirsə, sifət götürməliyik. Yox, əgər başqa bir feildir, əsas feildir, zərf tələb edirsə, zərf götürməliyik. Yəni, nida cümləsi bundan ibarətdir. İmtahanda da bu qaydada seçəcəksiniz. Davam edirik. Üçüncü testdə antonim cütlüklərini seç deyir bizə. Əks mənalı sözləri. Birincidə fragile, bilirsiniz ki, kövrək, narin mənasında kövrək. Bu isə davamlı deməkdir. Yəni, dözümlü, davamlı. Antonim olaraq götürə bilərikmi? Götürə bilərik. Retain saxlamaq deməkdir. Keep saxlamaq, qorumaq götürə bilərik. Amma bu yox. Bunu götürə bilmərik, çünki bizdən antonim istəyir. Bu sinonim oldu. Üçüncüdə təxmini və dəqiq antonimdir. Dördüncüdə ayırmaq deməkdir, təyin etmək deməkdir. Assign təyin etmək deməkdir. Bunlar sinonim olaraq götürülə bilər. Beşincidə isə conventional bilirsiniz, ənənəvi deməkdir. Dərsliklərdən öyrəndiyimiz bir sözdür. İnnovativ isə zaten istifadə elədiyimiz sözdür. Yenilikçi deməkdir. Ənənəvi və yenilikçi, məsələn, burada traditional da ola bilərdi. Yenə də antonim cütlüyü hesab olunur və cavabımız 1, 3, 5 A variantıdır. Dördüncü, yanlış reduction olunmuş, reduce olunmuş, yəni yanlış qısaldılmış cümləni seçmək lazımdır. Səhv ixtisar olunmuş cümləni seçmək lazımdır. Bu zaman nə edirdik? Əgər zərfli budaq cümləsi ixtisar olunubsa, mütləq yoxlamaq üçün ikinci tərəfin mübtədasını gətirib birinci tərəfdə düşünürdük. Əgər, yəni birinci tərəfə gətirib cümlə qururduq. Yəni, bu nə deməkdir? Zərfli budaq cümləsini biz öyrəndik ki, ixtisar eləmək üçün mütləq mübtədaları eyni olmalıdır. Mən də mübtədanı gətirib ixtisar olunmuş yerə qoyub fikirləşirəm, görüm, bu cümlə ixtisar olunarkən mübtədalar eyni mi olubdur? Yəni, düzgünmü ixtisar gedibdir? Yoxsa yanlışmı ixtisar gedibdir? Buna baxacağıq. Ona görə də ikinci tərəfdəki the climbers sözünü, alpinistləri gətirib düşünürəm birinci tərəfdə. Deyirəm ki, having warned hansı formadadır? Məlum formadadır. Məchul olsaydı having been warned olmalıydı. Bu o deməkdir ki, alpinistlər əvvələ gələndə onlar xəbərdarlıq eləyiblər. Deyəcəyik ki, yaxınlaşan fırtına barədə alpinistlər xəbərdar etdikdən sonra ekspedisiyanı ləğv etdilər. Yox, alpinistlər xəbərdarlıq eləməyiblər. Alpinistlərə xəbərdarlıq ediləndən sonra. Deməli, burada nə olmalıydı? Having been. Yəni ki, məchul olubdur, ixtisar gedibdir burada. Məlum cümlə ixtisar gedə bilməzdi. İkinci tərəfin mübtədasını birinci tərəfə gətirib qoyanda başa düşürəm ki, burada nə olmalıdır? Xəbər məchul olmalıdır. Yəni, yanlış olan elə A variantıdır. B variantında we mübtədanı gətirirəm, əvvəldə düşünürəm. Deyirəm ki, biz yolların sıx olacağını bildiyimiz üçün biz evdən tez çıxdıq. Düzdürmü? Düzdür. Düzgün mü ixtisar gedibdir? Mübtədalar eyni olub, ixtisar gedib, deməli düzdür. Bağışlayın. C variantında baxıram ki, zərfi budaq cümləsi deyil ixtisar gedən. Burada deməli, the company introduced a new policy, şirkət yeni siyasət tətbiq elədi və hansı ki, burada nə olubdur? Təyin budaq cümləsi olubdur. Which reduced production ardıca gəlibdir. Hansı ki, bunun nəticəsində istehsal xərcləri əhəmiyyətli dərəcədə azaldı. Hansı ki, azaldıbdır bunu. Və nə olubdur? Təyin budaq cümləsi olubdur. Təyin budaq cümləsi ixtisar gedəndə bilirsiniz ki, məlum növdədirsə present participle şəklində ixtisar edirik. Ona görə bu da doğrudur. İkincidə disappointed şeyini gətiririk bura. Also, she was disappointed by the decision. Görürük ki, düzgündür. She was disappointed olub, ixtisar gedibdir. Was ixtisar gedib, sadəcə disappointed qalıb. Doğrudur. E variantında students wishing. Students who wished olubdur. İxtisar gedib, təyin budaq cümləsi məlum növdədir deyə wishing olaraq qalıbdır. Və burada ikinci tərəfdə də the documents which were required. Burada which were ixtisar gedib, təyin budaq cümləsi feilin üçüncü forması, yəni past participle qalıbdır. Bu da doğru ixtisar olunmuş cümlədir. Beşinci testə baxırıq. Cümləni tamamlamaq üçün düzgün modal feili seçmək lazımdır. Və modal feillərdə bilirsiniz, həm zamana diqqət eləmək lazımdır, həm cümlənin mənasına diqqət eləmək lazımdır. Deyir ki, nəticələr
hələ də açıqlanmayıbdır. Onlar komitə tərəfindən hələ də açıqlanmayıbdırsa, nə deyə bilərəm? Ehtimal eləyə bilərəm ki, ola bilsin ki, komitə tərəfindən nəzərdən keçirilir. Ola bilsin ki, və yaxud da ə, nəticə çıxarda bilərəm. Ə, yəni nə istifadə edə bilərəm burada? Ehtimal, güclü ehtimal, zəif ehtimal və s. possibility ola bilər. Ən yaxşı, belə deyim də, güclü formada strong possibility olaraq biz demişdik must istifadə edə bilirik. Must istifadə edə bilərik. Possibility üçün də may, might, could istifadə edə bilirdik. Yəni oralarda dolanacağıq, belə deyim. Məsələn, burada should məsləhət verir. Hələ açıqlanmayıbdır. Gərək deməkdir də bu. Gərək indi nəzərdən keçirsinlər. Bu əlbəttə ki, düzgün gəlmir. Ondan sonra və burada Z deyəndə nəticələri qarşılıq olaraq vermişik də. Nəticələr hələ açıqlanmayıb. Onlar, yəni nəticələr özü nəyisə də nəzərdən keçirmir. Həm də burada by olduğuna görə başa düşürəm ki, nə götürmək lazımdır? Məchul forma götürmək lazımdır. Amma C variantı məlum formada, ona görə bunu götürə bilmirik. Could be reviewed, nəzərdən ola bilsin ki, nəzərdən keçirilir. Could da var burada. Bir də burada var. May var. İkisi də ola bilər. O zaman ən doğru olan hansıdır? Onu götürəcəm. Yəni seçim arasında qalıramsa. A variantında ümumiyyətlə quruluş yanlışdır. Quruluş yanlışdır ona görə ki, cümlənin modal feili məşğul növü necə düzəlir? May ardıca be olmalıdır. Sonra davam ediciliyi bildirmək üçün being feilin üçüncü forması olmalıdır. Yəni məlum forma necə olur? May be review. Daha doğrusu davam edici zamanda necə olur? Onun da məhcula çevirəndə may be being reviewed olmalıdır. A variantı quruluşca yanlışdır. B variantı isə modalın davam edici formasının məhcul formasıdır. Yəni belə əgər beyninizi çox qarışdırsa, belə düşünün. Modalsız məhcul növdə davam edici zaman necə düzəlir? Modalsız forması olacaqdır ki, məsələn, they are indiki zamanda being reviewed. Düzdür? Bax, bu modal feil olmadan davam edici zamanın məhcul formasıdır. Və mən də bura modal əlavə eləyəndə, modal feilini əgər bura yazıramsa, bu are da nə olur? May-dən sonra bear infinitive formasında gəlir də, birinci formada gəlir. Olur may be being reviewed. Aydın oldu hardan yarandı bu quruluş? Yəni ona görə də bu düzgün quruluş burada hansı variantda olur? B variantı. Və zaman da mənə davam edici zaman lazımdır. Çünki hələ də anons edilməyibdir, hələ də açıqlanmayıbdır. Ola bilsin ki, hazırda onlar komitə tərəfindən nəzərdən keçirilir. Yəni komitə tərəfindən yoxlanılır. Bir iş başlayıb, amma bitməyibsə, biz onu davam edici zamanda veririk. Ona görə ən uyğun variant burada B variantı oldu. 6-cı testdə isə, bunu bir yerə yığaq testi, bir saniyə. Aha, 6-cı testdə isə müəllimlər yuxarıdakı test kimi cümlənin sözlərinin yerləri dəyişik verilir və biz onu bilirsiniz ki, düzgün ardıcıllıqla yerləşdirməliyik. Nə ilə başlaya bilərik? Ümumiyyətlə müəllimlər, bu tipdə suallar gələndə ola bilər ki, burada normal cümlə quruluşu olsun. Ola bilər ki, bilirsiniz də sual cümləsi ola bilər. İnversiyanı mütləq nəzərdə saxlamaq lazımdır. Və yaxud da bağlayıcıya baxacaqsınız, şərt budaq cümləsini nəzərdə saxlamaq lazımdır. Yəni gözünüzə hansı qayda dəyirsə də, ona mütləq diqqət eləmək lazımdır. Mən burada would have been-i görən kimi ağlıma nə gəlir? Üçüncü növ şərt budaq cümləsi. Yəni, would have been keçmiş zamana aid olan qeyri-reallıq bildirir və qeyri-reallıq da harda olurdu? Üçüncü növ şərt budaq cümləsində. Amma if görmürəm. If görmürəm, onun yerinə had görürəm. Deməli, ağlıma nə gəlir? İnversiya forması gəlir. Düzdür? İnversiya forması gəlir. Və inversiya formasında da had əvvələ keçirdi. Düzdür? Feilin üçüncü forması qalırdı mübtədədən sonra. Burada bir dənə də been var. Bir dənə də accepted var. Deməli, bu been would have been-ə aid olmayacağına görə
Bir də submitted var. Yox, bunu da nəzərdən qaçırmayaq. Would have been feilin üçüncü forması gəlməlidir. Yəni would have been ya submitted olmalıdır, ya accepted olmalıdır. Yəni birdən sonra ya 2 ya 6 gəlməlidir. Ona diqqət eləyəcəyik. Baxıram ki, birdən sonra 2 olan variant yoxdur. Amma birdən sonra 6'lar var. Deməli, birdən sonra 6, 1, 6. Baxın, burada da var. Burada da var. Burada yoxdur. O zaman D variantını çıxım. Sonra 1, 6 gəldi. Would have been accepted. Deməli, birdən sonra 6 gəlirsə də yerdə nə qalıbdır? Submitted-ə nə aid olacaq? 8 aid olacaq. Been submitted. Bu ikisi də burada qaldı. Yəni, bu o deməkdir ki, 8-dən sonra mütləq 2 gəlməlidir. Baxacam. 8, 5 gəlib A variantını çıxıram. 8, 2, 8, 2 digərlərində qalır. Sonra, aha, əgər tərcümə necə olacaq? Əgər müraciət vaxtında deməli edilsəydi, vaxtında təqdim edilsəydi, qəbul olunardı. Deməli, əgər təqdim edilsəydi, qəbul olunardı. Əgər hissəsinə nə düşəcək? Submitted düşəcək. O zaman baxıram ki, application-la başlayıb sonra ona it-lə qarşılıq verməliyəm də. Yəni, əvvəlcə it, sonra application olmayacaq. O zaman nə edəcəm? 5-lə başlayacam. Və 5-1 application would have been accepted, qəbul olunardı. Ardıca nə gəlməlidir? Artıq şərt hissəsi gəlməlidir. Şərt hissəsində də if olmadığına görə bilirəm ki, had mübtədadan əvvələ keçməlidir. Yəni, had itdən əvvələ keçməlidir. Yəni, 3, 7 ardıcılığı olmalıdır ki, orada da cavab C variantıdır. Cümlənin ümumi açıqlaması belə olacaq da. The application would have been accepted, yəni application would have been accepted, qəbul olunardı, əgər vaxtında təqdim olunsaydı. If, daha doğrusu had əvvələ keçir, inversi olur. Had it, had əvvələ keçdi, been qaldı yerində. Been submitted on time. Və salam. C variantı elə ən doğru cavab oldu. Biraz deyəsən qarışıq izah elədim. Siz ümid edirəm ki, söhbəti tutdunuz ki, mən necə həll elədim. Yəni, had-i görəndə, would have been-i görəndə zaten bilməlisiniz ki, if yoxdursa, burada inversiyaya getmiş bir forma var. Yəni, üçüncü növ şərt budaq cümləsinin inversiyasını qurmaq sizdən tələb olunur. Və bir də imtahana gedəndə bu tip cümlələri mütləq və mütləq beyninizdə qursaz, uyğunlaşdırsaz belə yanınızdakı kağıza qeyd eləyin. O cümləni gözünüzlə görün. Baxın ki, hər şeyi doğrudurmu, hər şeyi yerindədirmi ondan sonra. Bunu yoxlamaq önəmlidir. Çünki bəzən cümlə bizə nə qədər məntiqli görünsə də, yazanda görürük ki, orada çatışmayan nəsə bir şey var. Burada nədir? Cümləni düzgün variantla tamamlamaq lazımdır. Gəlin baxaq. Deyir ki, tələbələr bir neçə həftə hazırlaşmışdılar. Sonra isə onlardan neynənildi? Həqiqi materialları təhlil etmək tələb edən bir tapşırığı təhlil etmək istənildi, belə deyək. Tamamlamaq istənildi. Baxacağıq, before-dan sonra nə gəlməlidir? Baxıram ki, being asked verilibdir. Yəni, onlardan yerinə yetirmələri istənilməzdən əvvəl. Məchul lazımdır. Və before-dan sonra məchul necə düzələcək? Being asked formasında. Biz demişdik ki, before-da after'da bunlardan sonra ixtisar gedəndə məchulda sadəcə feilin üçüncü forması qalmır. Being asked formasında qalır. Bunları çıxacaq. Əvvəlcə, deməli, istənildi, sonra onlar təkrar elədilər, yox. Burada keçmiş bitmiş verilibsə, before-dan sonra sadə olmalıdır. Ona görə perfect formanı çıxacaq. Ya A, ya C variantıdır. Daha sonra burada gəldi ask feili və məchul növdə being asked. Özündən sonra nə gəlməlidir? Əlbəttə infinitiv gəlməlidir. Complete, deməli ask to complete task
Aha, tələb edən deyəcəyik. Ona görə burada ing götürürük. Və require somebody ardıca yenə də to gəlməlidir. Cavabımız elə A variantı olacaq. 8-ci testdə isə cümlədə verilən sözlərin sinonimini tapmaq tələb olunur bizdən. Əvvəlcə sözləri müəyyənləşdirək. Əgər sözləri bilmirsinizsə, bilmədiyiniz yerdən gəlibsə, mütləq kontekstdən təxmin eləməyə çalışırsınız. Disclose nədir? Şirkət deyir, araşdırmanın nəticəsini açıqlamaqdan imtina elədi. Disclose açıqlamaq deməkdir. Ondan sonra və bildirdi ki, kiçik bir risk əslində əhəmiyyətsiz olan bir səhvi, bu da əhəmiyyətsiz olduğundan daha ciddi göstərə bilər. Deməli, açıqlamaq, risk və əhəmiyyətsiz. Məndən də sinonimini istəyir. Açıqlamaq nədir? Reveal açıqlamaqdır. Announce elan etmək. Conceal gizlətməkdir. Bunu çıxdıq. Publish dərc etmək. Withhold gizli saxlamaq. Bunu da çıxdıq. Bunlar antonimdir. İkinci də risk sözünə hazard ola bilər risk deməkdir. Təhlükə deməkdir. Təhdid deməkdir. Hər üçü sinonim olaraq uyğun gəlir. Və üçüncü söz isə əhəmiyyətsiz deməkdir. Important, remarkable bunun diqqətə layiq, vacib antonimləridir. Bizdən sinonim istəyir deyən elə A variantını götürəcəyik. Trivial yenə də əhəmiyyətsiz deməkdir. Hamısı da öyrəndiyiniz, bildiyiniz sözlərdir. Hansı cümlədə gerund istifadə olunub deyə soruşur bizdən. Baxaq, hansı cümlələr. Bilirsiniz ki, gerunddur, yəlik halda bu tip cümlə testləri dönə-dönə demişəm ki, mütləq sona kimi oxuyun. Çünki ola bilər ki, cümlənin əvvəlində olmasın, cümlənin sonunda gerund verilsin. The building verbal noundur. Əgər ing-li sözün qarşısında z artikli işlənibsə, bu verbal noundur. Sonra burada nə var? New library, attracted many engineers, working. İsimdən sonra gəlib onu təyin edən ing, hansı ki an, ən kimi tərcümə edirik, işləyən mühəndislər və nə olacaq? Participle olacaq. Burada gerund yoxdur. İkincidə objected to the employees living, yəlik haldan sonra gələn ing nə olur? Gerund olur. Ona görə 2-ni götürə bilərik. 2 olmayan variantları da çıxdıq. Üçüncüdə cümlə ing ilə başlayırsa və bu cümlənin mübtədası deyilsə, mübtəda fərqlidirsə, demək ki, buradakı having been warned nədir? Participle'dır. Amma axıra qədər oxuyanda görürəm ki, postpone feilindən sonra da bir dənə ing gəlib. Feildən sonra gəlib tamamlıq funksiyasında işlənmiş ing nə olur? Gerund olur. Ona görə 3-ü götürəcəyik. Elə cavabımız 2-3B variantı oldu. Dördüncüdə isimdən sonra gəlib onu təyin edən ing participle'dır. Beşincidə davam edici zamanın tərkibində istifadə olunan ing düzdür. Davam edici zaman to be üstəgəl present participle-la düzəlir. Amma hansı cümlədə present participle var deyə soruşarsa bunu götürə bilmirsiniz. Hansı cümlədə past participle var deyə soruşarsa məchul növü götürə bilmirsiniz. Bunu yadda saxlayın. Yalnız və yalnız İxtisar gedib sadəcə present participle ya da past participle qalarsa siz onu götürə bilərsiniz. Ona görə bu hissə ümumiyyətlə heç participle olaraq da götürə bilməyəcək. A project analyzing isimdən sonra gəlib onu təyin edibdir. Bu da participle olacaq. When-dən, while-dan sonra ixtisar gedib qalan ing yenə də participle olacaq. Yəni 5-i götürmürük. Cavabımız 2-3 olur. Və 10-cu testə baxırıq. 10-cu testdə otelə deyir ilk daxil olanda biz həmin yerin sərtliyi və soyuqluğu qarşısında heyrətə gəlmişdik. Deməli, burada baxıram ki, otelə daxil olanda heyrətə gəldik deyir. Deməli, burada hərəkətlər arasında zaman fərqi yoxdur. Əvvəlcə otelə daxil olduq, sonra heyrətə gəldik, yox. Otelə daxil olanda heyrətləndik deyir. Yəni, perfect formadan istifadə eləməyəcəyik. Ümumiyyətlə, having to enter bu düzgün quruluş olmayacaq.
Buradakı söz sizi aldatmasın. Bəzi müəllimlər mən gördüm ki, deyirlər ki, sıra sayından, üstünlük dərəcəsindən sonra to infinitiv gəlir. O tamamilə başqa qaydadır. O təyin budaq cümlələrini ixtisar eləyərkən, əgər təyin elədiyimiz ismin qarşısında üstünlük dərəcəsi, sıra sayı, the only, the main və sair kimi sözlər varsa, o zaman normalda participle formasında ixtisar eləyəcəyimiz feili biz infinitiv formasında ixtisar eləyirik. Burada tamamilə başqa bir şeydir və to ilə ixtisar lazım deyil bizə. Sadəcə cavabımız olacaq nə? C variant. Həm ikinci tərəfdə axı zaman da düz gəlməyəcək. Daxil olanda heyrətləndik. İxtisar gedib və-dən sonra sadəcə entering qalıbdır. 11-ci testdə altından xətt çəkilmiş sözün definitionunu tapmaq lazımdır. Bu tip testlər çərçivə sənədində adı keçir. Hansı ki, kontekstdən belə deyim, sözü başa düşmək və həmçinin imtahanda da, həm sertifikasiya imtahanında, həm MİQ imtahanında artıq bir neçə ildir ki, düşür. Yəni, verilən söz biraz çətin səviyyəli söz olur. Yəni, çox işlətdiyimiz bir söz olmur, ümumi işlək bir söz olmur, rastımıza çıxmayan bir söz olur. Sadəcə olaraq kontekstin içərisində elə verilir ki, biz onu kontekstdən mənasını artıq başa düşürük. Nə olduğunu təxmin edirik və ona uyğun cavab yazırıq. İmtahanda da bu tip testlərə diqqət eləmək lazımdır. Çox güman ki, MİQ imtahanında da mütləq düşəcək. Burada da elicit sözü verilibdir. Müəllim cavabı özü vermək əvəzinə then simply giving them answers cavabı sadəcə onlara vermək yerinə bir neçə open-ended questions, bu sözlərin hamısı əslində müsahibə mərhələsində sizə lazım olacaq. Şagirdlərin fikirlərini ortaya çıxartmaq üçün bir neçə açıq tipli sual verdi. Baxın, cavabı özü vermək yerinə bir neçə açıq tipli sual verdi. Və burada infinitiv gəlibdir, məqsəd bildirmək üçün. Açıq tipli sualı şagirdə nə üçün veririk biz? Şagirdlərin fikrini neynəmək üçün? Əlbəttə ki, müəyyən etmək üçün, ortaya çıxarmaq üçün mənasındadır. Yəni, bu sözü bilməsək belə cümlədən başa düşdük ki, bu məna olacaq. O da hansı varianta uyğun gəlir? B variantına uyğun gəlir. Cavab və ya məlumat əldə etmək, yaxud buna təşviq etmək mənasında istifadə olunur. Və 12-ci testdə düzgün yəlik hal işlənmiş cümlələri tapacağıq sizdən bir yerdə. Birinci cümləyə baxırıq. Professorun mühazirələrindən biri. One of the professor lectures. Doğrudurmu? Doğrudur. A lecture of the professor apostrof s də verə bilərdik. Double possessive eyni mənaya gəlib çıxacaqdır. Yəni, uzun sözün qısası birinci cümlədə heç bir problem yoxdur və birinci cümlə doğrudur. İkincidə, 200 bir şeyin dəyərini bildirərkən biz demişdik ki, yəlik verse-dən əvvəlki ismə aid olur və verse-dən sonra da of gəlir. Ona görə bu da doğru quruluşdur. $200, 200 cəmlənməyibdir, əvəzində dollar cəmlənib, apostrof qəbul edib, verse of da işlənibdir. Yəni, bu öyrəndiyimiz bir qaydadır və doğrudur. Sonra üçüncüdə, both of her brothers, onun qardaşlarının hər ikisi double possessivedir, doğrudur. Üçüncüdə, the director's proposal, baxın bircə dəqiqə, because two of the company's representatives investors. Burada problem birinci tərəfdə deyil. Burada direktorun təklifindən danışır. Direktorun təklifinin müzakirəsini təxirə saldı. Belə deyilir. Çünki deyir, şirkətin nümayəndələrinin investorlarından ikisi. Bu belə olmamalıydı. Olmalıydı şirkətin investorlarının investor nümayəndələrinin ikisi olmalıydı. Yəni, bu sözlərin yerləri dəyişik verilibdir. Yəni, nümayəndənin ikisi olmalıdır. Two of the representatives olmalıydı. Sonda gəlməliydi bu representative sözü. Ona görə burada bir məna uyğunsuzluğu var. 4-ü götürə bilmirik. İnvestorlarının nümayəndələrinin ikisi olmalıydı.
Və beşincidə də əgər apostrofis iki dənə ayrı-ayrı verilibsə, deməli hərəsinin ayrı evi var və cəmlənməli idi. Xəbər də cəm formada olmalı idi. Yanlışdır. Cavabımız 1, 2, 3 B variantı oldu. 13-cü testdə mətni oxuyuruq və ona uyğun ad seçirik. Maraqlı test tipidir. Ad seçərkən çox diqqətli, çox ehtiyatlı olmaq lazımdır. Çünki biz nəyə əsasən ad seçirik? Yəni, ümumi baxacağıq. Ümumi, çox geniş pəncərədən baxmaq lazımdır bu tip mətnlərə. Bir çox insan hesab eləyir ki, evdən işləmək avtomatik olaraq işçilərin məhsuldarlığını artırır. Çünki işə gedib gəlmə ehtiyacını aradan qaldırır və çox flexibility, yəni uyğunlaşma, çevikliyi təmin eləyir. Deməli, burada nədən danışıb? Bir çox insanların uzaqdan işləmək, evdən işləməyin müsbət tərəfindən danışıbdır. Amma hava belə diqqət eləyirik. Lakin deyir, son tədqiqatlar fərqli nəticələr göstərmişdilər. İşçilər ev şəraitində daha səmərəli işləsələr də, digərlərinin motivasiyalarının azaldığı, həmkarları ilə ünsiyyətin zəiflədiyi və işlə şəxsi həyatı bir-birinə ayırmaqda çətinlik çəkdiklərini bildirir. Buna görə də tədqiqatçılar hesab edir ki, distant işin uğuru insanların harda işləməsindən daha çox, təşkilatların əməkdaşlığı, ünsiyyəti və işçilərin rifahını nə dərəcədə dəstəkləməsindən asılıdır. Deməli, ad seçmək lazımdırsa, düzdür, biz adətən deyirik ki, mətnin ana fikrini ilk cümlədən tapırıq. Amma ki, ad tapmaq lazım olanda və yaxud da müəllifin məqsədini soruşursa da və belə xırda bir abzaslıq, yəni bir paraqraf verilibdirsə, o zaman sona kimi oxuyuruq, son hissəyə də diqqət edirik və uyğun başlığa gəldik. A variantında deyir ki, distant işin uğurunu müəyyən edən amillər. Halbuki burada deməli, bəli, ola bilər əslində. Çünki sonuncu cümlədə distant işin uğurundan danışır. Yəni, onun uğurlu olması üçün hansı amillər lazımdır? Onları sadalayır. Nədən asılıdır? Yalnız deyir, evdən ya da işdən işləməsindən asılı deyil. Həmçinin əməkdaşlıqdır, ünsiyyətdir və s. bunlardan da asılıdır. A-nı götürə bilərik. B-də deyir ki, evdən işləməyin üstünlükləri. Üstünlükdən yalnız bu hissədə danışıbdır. Ona görə götürmürük. C-də deyir ki, niyə ofislər tezliklə yox olacaq? D-də deyir ki, texnologiyanın işçilərə mənfi təsirləri. E-də işə gedib gəlmə xərclərini necə azaltmaq olar deyir. Əlbəttə, bunlar uyğun deyil. Cavabımız elə A variantı olacaq. 14-cü testdə mübtəda xəbər uzlaşması ilə bağlı olan bir testdir. Yanlış mübtəda xəbər uzlaşması istənilir bizdən. She is one of those is şeylə uzlaşıbdır. Nisbə vəzlikdən sonra gələn xəbər nisbə vəzlikdən əvvəl gələn sözlə uzlaşır. Those cəmlik bildirdiyinə görə həv verilibdir və doğrudur. Statistika sözü ən sadə formada deyəcəm. Əvvəl də demişəm, bunu qarışdırmırsınız. Statistika əgər fənn adı kimi, elm adı kimi, fakültə adı kimi verilirsə, sonunda S olur, xəbəri təkdə olur. Bunu qoyduq bir kənara. Bir də var statistika, yəni nəyinsə də rəqəmlərlə ölçülmüş nəticəsi, göstəricisi. Bax, adi, normal, bildiyiniz elm adı kimi yox, fənn adı kimi yox, sırf statistika, son statistikalar göstərir ki, bu mənada. Statistika təqdim edir ki, göstərir ki, bu mənada işlənəndə sadəcə baxacaqsınız. Təkdədirsə, xəbəri tək alacaq. Sonunda cəm şəkilçisi varsa, xəbəri cəmdə alacaq. Ona görə bu doğrudur. C variantında the unknown bu müəllimləri çaşdıra bilər. Çünki normalda isimləşmiş sifətlərin xəbəri biz deyirik ki, cəmdə olur. Amma cəmlik bildirən, məsələn, the rich, zənginlər, the young, gənclər, the old, qocalar və s. xəbər cəmdə olacaq. Biri də var ki, biz bəzən Z artiklını elə sifətlərin qarşısına əlavə edib onu
ə, isimləşdiririk ki, həmin sözlər mücərrəd bir anlayış əmələ gətirir. Məsələn, the unknown, naməlum olan şey mənasında istifadə olunur. Yəni bilinməzlik. Bilinməzlik həmişə alimləri maraqlandırıb. Bu mənada xəbərin təkdə olması çox doğrudur və normaldır. D variantında most of-dan sonra necə isim gəlirsə, o formada da xəbər gəlir. Yəni most of-dan sonra tək isim, tək xəbər, cəm isim, cəm xəbər istifadə olunur. Amma əgər əlbəttə ki, cümlə gəlibdirsə, what I remember, yəni hadisə haqqında xatırladığımın böyük hissəsi, nə xatırlayıramsa onun böyük hissəsidir. Əgər cümlə gəlibdirsə, budaq cümlə, o zaman əlbəttə xəbər təkdə olacaq. Bu doğrudur. E variantında either or uzlaşma necə idi? Xəbərə yaxın olan mübtəda ilə uzlaşacaqdır. Xəbərə yaxın, xəbər sualdır, əvvələ keçibsə, either-dan sonra gələn söz təkdədirsə, tək olmalıdır. Is either my brother olmalıdır. Yox, əgər burada olsaydı xəbər, o zaman oradan sonra gələn isimlə uzlaşacaqdı. Qaydanı belə öyrənmişdik. Yəni, burada xəbər nə olmalıdır? Tək olmalıdır. Yanlış olan elə E variantı oldu. 15-ci testə baxırıq, cümləni düzgün phrasal verblərlə tamamlamaq tələb olunur bizdən. Əvvəlcə phrasal verblərin tərcümələrinə baxacağıq əlbəttə ki. Drop out of, hardansa çıxmaq, yarımçıq qoyub çıxmaq mənasındadır. Brush up on, biliklərini təzələmək, xatırlamaq, təkrarlamaq və s. Stick to da, stick nədir? Yapışdırmaq deməkdir. Yəni, stick to nəyəsə sadiq qalmaq mənasında istifadə olunur. Gəlin baxaq. Before taking preferential exam, peşəkarlar imtahana getməzdən əvvəl o akademik lüğət ehtiyatını, qrammatikasını neynəmək? Təkrarlamaq. Yəni, hansısa bir biliyi təzələmək, təkrarlamaq qərarına gəldi. İkincidə, çox saylı çətinliklərə baxmayaraq, tədqiqatçılar layihə boyu ilkin metodologiya nə ilə razılaşdılar, yəni ilkin varianta sadiq qaldılar mənasında olacaq. Üçüncüdə isə ciddi maliyyə problemləri səbəbindən o təhsilini başa vurmadan universitetdən, yəni universiteti yarımçıq qoyub çıxdı bu mənada. Uyğun cavab da gəlir D variantına. 16-cı testdə only-nin fərqli formada işlənməsidir. Ümumi qaydanı gəlin yadımıza salaq. Deməli, only bilirsiniz, sifət kimi işlənə bilir, zərf kimi işlənə bilir. Bir də particle mövzusunda keçmişik. Düzdür, particle mövzusunda keçdiyimiz only da elə adverbdir. Amma Oruc Musayev onu particle olaraq ayırır da. Ona görə orada particle olaraq soruşanda biraz ehtiyatlı olmaq lazımdır. Nə zaman hansı artiklın işlənir? Adətən ismin qarşısında işlənəndə Z artiklı ilə işlənir. The only person, the only man, the only woman, the only book və s. bu formada. An artiklı işlənə bilərmi qarşısında? İşlənə bilər və adətən övladdan söhbət gedərkən, məsələn, evin tək oğludur. An only son. Evin tək qızıdır. An only daughter. Evin tək uşağıdır. An only child. Yəni, uşaqdan, övladdan söhbət gedərkən biz an only istifadə edirik. Ona görə birinci tərəfdə an only'dir. Yaxşı, bəs Z only olmazmı? O da olar. Amma adətən övladdan söhbət gedəndə an only işlənir. Artiklsız işlənməyəcək ismin qabağında. İkinci tərəfdə isə the only person, artıq ailədən, uşaqdan söhbət getmirsə nə olacaq? Personla the only olacaq. Burada an only olmaz. Sadəcə only da olmaz müəllimlər. Çünki dediyim kimi sayıla bilən tək isim var. Qarşısında nə lazımdır? Article lazımdır. D və E variantında ikinci tərəfdə only artiklsız işlənibdir. Ona götürə bilmirik. Birinci tərəfdə son olduğuna görə an only oldu. İkinci tərəfdə sadəcə person olduğuna görə isə only oldu. Üçüncü tərəfdə isə feilə aid olduğuna görə sadəcə only oldu. Deyir ki, Mark yeganə oğul olduğuna görə atasının təqaüdə çıxmasından sonra müqavilə tətbiq olunsa da mülki miras ala biləcək yeganə şəxsidir.
Would only apply after. Yəni yalnız, burada mənanı qüvvətləndirir. Yalnız atasının ölümündən sonra tətbiq mümkün olsa da, mülkü miras ala biləcək yeganə şəxs idi. Sonuncu tərəfdə də sadəcə onunla götürdüyü mənanı qüvvətləndirən düzgün cavabımız da nə oldu? B variantı oldu. 17-ci testdə düzgün inversiya olunmuş cümlə istəyir. Ümumiyyətlə, bu sınaqlar boyunca sizlə inversiyanı altını üstünə gətirdik, hər formasına baxdıq. Düşünmürəm ki, imtahanda, yəni sizə ən çətinlərini işlətmişəm, ən qarmaqarışıq olanlarına baxmışıq. Düşünmürəm ki, imtahanda bundan daha çətin bir, fərqli bir inversiya forması gələ bilə sizə. Nəyə baxacağıq? Birincidə only when var, əla. Only when varsa da when-dən sonra nə gəlib ona baxmaq lazımdır. Yəni ümumiyyətlə bax belə bir tipdə əgər sizə inversiya cümləsi gəlirsə, mütləq nə edirik? Baş budaq cümləni təhlil edirik. Öyrənmişik də baş cümlə nədir, budaq cümlə nədir, mürəkkəb cümlələrin növləri və s. hamısını xatırlayırsınız. Çünki biz demişik ki, ixtisar, reduction qaydasına gedirsiniz. İxtisar yalnız budaq cümlədə olur, baş cümlədə ixtisar eləyə bilmirsiniz. İnversiyada isə əksinədir. İnversiya yalnız baş cümlədə olar. Budaq cümlədə inversiya eləyə bilməzsiniz. Yəni, when-dən sonra gələn budaq cümlədir və mən budaq cümlədə inversiya eləyə bilmərəm. Bunu çıxıram. Baş cümlə hardadır? Buradadır. Və baş cümlədə köməkçi fe'l keçib mübtədadan əvvələ. Yəni, bu doğrudur. B variantında only then I understood. Baxın, mən başa düşdüm. Nəyi başa düşdüm? Niyə təklifi rədd elədiyini? Burada I understood baş cümlədir. Deməyin, onun üzərindən sonra birinci cümlə gəlib, bu budaq cümlədir, mən keçib baş cümlədə ixtisar edirəm. Why ilə baş cümlə başlaya bilməz. Bu tamamlıq budaq cümləsidir. Sadəcə only then cümlənin adverbidir. Yəni zərfliyidir. Mən başa düşdüm. Nə vaxt, nə zaman başa düşdüm? Yalnız onda başa düşdüm. Baş cümlənin zərfliyidir. Only then tək başına işlənibdir burada. I understood baş cümlədir. Və baş cümlədə biz inversiya eləməliydik. Only then did I understand why she had refused formasında olmalıydı. Yəni burada why-dan sonra inversiya olmamalıydı. Yanlış olan elə B variantıdır. Never before cümlədə zərflikdir yenə də, hərf keçibdir mübtədadan əvvələ. Hardly-də nəyi yoxlayırdıq? Hardly when-lə işlənir, when-dən sonra normal söz sırası davam edir. Hardly-dən sonra inversiya veririk, doğrudur. E variantında isə so yanındakı sifətlə bir yerdə keçir əvvələ. Köməkçi fe'ldə keçir mübtədadan əvvələ, zərfdən sonra isə əgər inversiya tələb edən bir qayda varsa, əvvələ keçibsə inversiya eləyir. Yoxdursa normal cümlə quruluşu davam edir və bu da doğrudur. 18-ci testdə situasiya uyğun atalar sözü seçmək lazımdır bizə. Situasiyanı gəlin başa düşək əvvəlcə. Bir şirkət deyir ki, bir təhlükəsizlik sistemindəki zəifliklə bağlı dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadı. Görməzdən gəldi. Çünki əvvəllər ciddi bir problem yaşamamışdı. Bir neçə ay sonra isə böyük məlumat sızması nəticəsində ciddi maliyyə itkilər baş verdi. Deməli, situasiyada nə oldu? Vaxtında üstünə düşmədilər problemin və nəticədə çoxlu maliyyə itkisi yaşadılar. A-da deyir ki, ağıl ağıldan üstündür. Bu əlaqəsizdir. B-də deyir ki, a stage in time saves nine. Vaxtında görülən tədbir sonradan böyük bir zərarın qarşısını alır. Cavabımız B variantı olacaq. C-də təcrübə mükəmməlləşdirir. Bu da hardasa uyğun gələ bilər. Amma situasiyanı diqqətli oxumaq lazımdır. Situasiyada məhz vaxtında tədbir görməyib, sonra onun mənfi nəticəsindən qarşılaşırlar deyə biz B-ni götürürdük. Təcrübə mükəmməlləşdirirsə, yəni bir işi mən əvvəlcə yaxşı görmürəm, sonra keçdikcə məşq eləyirəm və daha professional oluram. Bu tip situasiyalarda istifadə olunur. D-də deyir ki, son gülən yaxşı gülər, bu da deyil. No pain, no gain, əziyyətsiz nailiyyət olmaz, işləməyən dişləməz. Bu mənadadır, bu da uyğun gəlmir. 19-cu testdə düzgün variant istənilir bizdən yenə də cümləni tamamlamaq. Aha, maraqlı testdir. Demişəm ki, bax, hər dəfə deyirəm, təyin budaq cümləsi olanda mütləq orada zaman uzlaşması axtarmayın. Elə olar ki, zaman uzlaşar, elə olar ki, təyin budaq cümləsi tamamilə fərqli bir zamanda olar.
Çünki təyin budaq cümləsi yalnız özündən əvvəl gələn isim haqqında əlavə məlumat vermək, onu təyin eləmək üçün istifadə olunur. Ola bilər ki, mən cümləni indiki sadə zamanda verirəm. Cümlədəki hər hansı bir isim haqqında əlavə məlumat vermək üçün keçmiş zamandan istifadə eləyərəm. Və yaxud da əksinə, cümlə keçmiş zamanda olar, mən oradakı isim haqqında ümumi məlumat verərəm, indiki sadə zamanda olar. Buna diqqət eləyəcəyik. Əgər burada Şumer sivilizasiyasından ilk əlifbanı deyir, yaratmışdı. Mən başa düşürəm ki, burada hansı zaman lazımdır? Keçmiş sadə zaman. Keçmişdən danışıram, Şumer sivilizasiyasından danışıram, ilk alfabetin, yəni əlifbanın yaranmasından danışıram. Hansı zaman olacaq? Əlbəttə ki, keçmiş sadə zaman olacaq. Yaxşı, ikinci tərəfdə deyir ki, ilk əlifbanı yaratdı. Sonra deyir ki, hansı ki bu yaşlı nəslin öz mədəni irsini gənc nəslə ötürməsini daha asan etdi ya da etmişdi. Baxın, zaman uzlaşmasına görə burada D variantı götürənlər məntiqlə fikirləşin. Əvvəlcə əlifba yaransın, ondan sonra bu daha asan eləsin də nə isə də. Birinci daha asan eləyib sonra əlifba yaranmayacaq. Düzdür? Demək ki, burada zamanda problem var. Keçmiş bitmiş olmaz. İndiki sadə ola bilərmi? Əlbəttə ola bilər. Çünki Şumer sivilizasiyası ilk əlifbanı inkişaf elətdirdi, təkmilləşdirdi, yaratdı. Sonra mən ümumiyyətlə onların bu ilk əlifbanı yaratmasına münasibət bildirirəm. Buradakı təyin budaq cümləsini xatırlayın. Demişdim ki, yalnız which ümumi bir cümlənin mənasını təyin eləyə bilər. Bu zaman özündən əvvəl mütləq vergül işlənir. Hansı ki, yəni onların ilk əlifbanı yaratmaları yaşlı nəslin öz mədəni irsini gənc nəslə ötürməsini daha asan eləyir. Yəni bu hadisə haqqında ümumi məlumat verirəm ikinci tərəfdə. Ümumi məlumat verdiyimə görə də mən bunu indiki sadə zaman formasında götürə bilirəm. Və 20-ci testdə idiomları cümlələrə yerləşdirmək lazımdır. Adətən bu tipdə düşür idiom sualları. Çətin görünsə də maraqlı olur. Gəlin uyğunlaşdıraq. Əvvəlcə idiomların tərcüməsinə baxaq məncə. Biraz kiçildim, testi tam görək. Bir saniyə göstərin. Aha. Deməli, əvvəlcə nə edəcəm? İdiomların tərcüməsinə baxacağam. Jump the gun, tələsmək, vaxtından əvvəl hərəkət eləmək, pull strings, nüfuzdan istifadə eləmək, araya adam salmaq, daydaydan istifadə eləmək, get the ball rolling, işə başlamaq, move the goalpost, qaydaları sonradan dəyişmək. Goal sözündən burada yəni yadda saxlaya bilərsiniz. Birinci cümlədə A variantında bütün sübutlar araşdırılmamış, jurnalist xəbəri çap elədi və açıq şəkildə neynədi? Əlbəttə ki, elə A variantına uyğun gələcək. Jump the gun, yəni tələsdi, vaxtından əvvəl hərəkət elədi. Ona görə 1 A oldu. İkincidə, baxmayaraq ki, vəzifə çoxlu ixtisaslı namizəd müraciət elədi həmin vəzifəyə, baxmayaraq ki, çoxlu ixtisaslı namizəd müraciət elədi. Hamı kiminsə qohumunu işə düzəltmək üçün, yəni qohumu filan işə düzəltmək nə olacaq? Pull strings, yəni nüfuzundan istifadə eləmək, araya adam salmağı düşündü mənasında, elə bu da B olacaq. Sonra üçüncü cümlədə hamı təkliflə razılaşdıqdan sonra sədr işi davam etdirmək üçün kiçik işçi qrupunun yaradılmasını təklif elədi və beləliklə də nə oldu? İşə başladılar bu mənada. Dördüncüdə isə komitə əvvəlki bütün tələbləri yerinə yetirmişdi, lakin təşkilatçılar gözlənilmədən yeni şərtlər irəli sürərək neynədilər? Qaydaları dəyişdilər. Yəni 4-də də elə D variantı uyğun gələcək. Ümumi cavabımız da D variantı olacaq. Belə. İyirmi birinci test vasitəli, vasitəsiz nitqlə bağlı olan bir testdir. 21-ci testdə vasitəli, vasitəsiz nitq çevirmə tələb olunur bizdən. Birinci, ilk işimiz nə olur? Bilirsiniz ki, baş cümlənin xəbərinə baxmaq keçmiş zamandadır.
Keçmiş zamandadırsa, o dəqiqə baxıram, variantların hamısında baş cümlənin xəbəri keçmiş zamanda olmalıdır. Burada biraz daha asan versiyasıdır, amma buradakı feylə uyğun olaraq feillər dəyişə bilir, bilirsiniz ki, o siyahını da öyrənmək lazımdır mütləq. Sonra dırnağın içərisinə baxıram, sual cümləsi var. Birinci növbədə sual cümlələrin növlərini müəyyənləşdirirəm ki, nə axtaracağımı bilim variantlarda. Bu önəmlidir. Sual cümləsidir. Bilirsiniz ki, sual sözü varsa sual sözü yazılır, ardıca nəqli cümlədə olduğu kimi davam etməlidir cümlə. Ondan sonra wish clause görürəm. Bilirsiniz ki, baş cümlənin xəbəri keçmiş zamandadırsa, bu, buradakı cümlənin xəbərinə, yəni wish-ə təsir edir. Yəni, wish olduğu zamandan bir zaman geri atılacaq. Amma wish-ə uyğun olaraq götürdüyümüz would so dəyişməyəcək. Olduğu kimi qalacaq. Buna diqqət edəcəyik. Daha sonra instead of trying dəyişməyəcək. Gerundlar dəyişmir. Infinitive dəyişməyəcək. Bunlar qalır və şəxslər dəyişəcək. İndi baxırıq variantlara. Deməli, A variantında teacher asked why I always wish olmaz. Əlbəttə ki, nə etmək lazımdır? Dedim ki, baş cümlənin xəbəri keçmiş zamanda olduğuna görə wish bir zaman geri atılmalıdır. Burada indiki zamanda olduğuna görə yanlışdır. B variantında wish would have solved, would olduğu kimi qalmalıdır. Çünki wishdən sonra onun burada götürdüyümüz, bilirsiniz də, keçmiş zaman üçün kəş deyilsə, keçmiş bitmiş götürürük. İndiki zaman üçün deyilsə, keçmiş götürürük. Gələcək zaman üçün deyilsə, keçmiş götürürük. Bizi narahat edən bir hadisə varsa, would götürürük. Amma biz onları dəyişmirik. Bir zaman geri atmırıq. Ona görə yanlışlıq buradadır. C variantında why I always wished people would solve my problems instead of having tried. Ofdan sonra niyə having tried dəyişdi? Sadəcə trying olmalıydı. To have solved, burada infinitive dəyişibdir, dəyişməməli və ona görə də E variantı bizim doğru cavabdır. 22-ci testdə maraqlı testdir. Bu testi yazanda mənə çox maraqlı oldu ki, kimlər doğru cavab yazacaq. Girib baxmışam orada sizin cavablarınıza. Əksəriyyət burada götürübdür E variantı. E bağışlayan C variantını. Haqlısınız, boşluqdan sonra isim gəlirsə, əlbəttə ki, qarşısında nə lazımdır demişəm? Yəlik lazımdır demişəm. Amma bir də başqa bir şey də demişəm sizə. Əgər variantlarda söz önü ilə işlənmiş variantlar varsa, 2 dəfə düşünmək lazımdır. Mən bu söz önünə ehtiyacım var, yoxsa yoxdur? Ona diqqət eləmək lazımdır. Həftə sonlarının əksəriyyətini deyir. Yəni, universitet yer bildirən sözdür. Buradan başlayaq. Yer bildirən sözü which ilə də təyin edə bilirəm, where ilə də təyin edə bilirəm. Necə seçirdik? Həmin qaydanı əvvəlcə xatırlayaq. Budaq cümlədən sual verirəm. Əgər haradakı sualına cavab verirəmsə, sadəcə which götürə bilmərəm. Ya where götürürəm, ya da ki, where-i əvəz eləyən in which in, that in və s. Oradakı söz önündə buradakı ismə görə dəyişir əlbəttə ki. At university olduğuna görə, məsələn, ya where, ya at which at, that at bu formada götürə bilərəm. Amma ancaq və lakin boşluqdan sonra isim var. Boşluqdan sonra isim varsa da fərqi yoxdur burada hara sualına cavab verdi, vermədi. Nə lazımdır? Whose lazımdır. Whose bilirsiniz həm canlılar, həm cansızlar üçün istifadə olunur. Ya C, ya E variantıdır. Və whose qarşısında in lazımdırmı? Budaq cümləyə yönəlirəm. I spent most of my weekends, hansın ki deyir kitabxanasında mən həftə sonlarımın əksəriyyətini keçirdirəm. Deməli, keçirirəm. Sual verirəm, harada? Yəni, mənə burada yer bildirən bir şey lazımdır. In library. In, daha doğrusu, whose library? Hansının ki, universitet, hansının ki kitabxanasında. Kitabxanasında dediyimə görə nə lazımdır? In lazımdır mənə. Cavab nə olur? E variantı olur. Buradakı söz önü ilə işlənmiş variantlara diqqət edin. Cümləni tamamlamaq üçün düzgün feil seçmək lazımdır, söz seçmək lazımdır. Cümlə nədən ibarətdir? Heyət, panel, heyət, bütün şahidləri dinləməzdən əvvəl nəticəyə gəlməyi uyğun hesab edir. Burada conclusion sözü ilə belə baxanda feillər bir-birinə yaxın mənalı görünə bilir. Reach, çatmaq, gəlmək, catch, tutmaq.
achieve, nail olmaq, gain qazanmaq, arrive çatmaq. Bizə nə lazımdır? Collocation olaraq conclusion sözü ilə hansı işlənər? Onu tapmaq lazımdır ki, o da doğru cavabımız elə A variantı olacaq. Reach conclusion, nəticəyə gəlmək kimi tərcümə edirik. Digərləri conclusion sözü ilə collocation əmələ gətirmir, yəni söz birləşməsi olaraq işlənmir. Burada isə cümlənin növlərini verilibdir və bizdən yanlış olan, daha doğrusu sizdən yanlış olan istənilir. Cümləni doğru təhlil eləmək lazımdır. Birinci cümlədə whoever first suggested that the project xəbərdən başlayın təhlil eləməyə. Hər zaman deyirəm, bu daha asan yoldur. Should be xəbər nədir? Deyir ki, layihənin bundan əvvəl 2 dəfə rədd edilməsinə baxmayaraq, yenidən nəzərdən keçirilməsini ilk təklif edən şəxs xüsusi təqdirə layiqdir. Xüsusi təqdirə layiqdir. Kim? Kim ki, ilk dəfə təklif edir. Nə oldu? Mübtəda budaq cümləsi oldu. Və bir də burada təyin budaq cümləsi var da, proyekt sözünü təyin edən. Yəni, burada mənə subject clause versə, bu da doğrudur. Relative clause versə, bu da doğrudur. Çünki ümumi cümlənin içərisində hər ikisi var. Subject clause verib doğru olaraq götürürük. Only after, after nə bağlayıcısıdır? Zaman bağlayıcısıdır. Deməli, burada adverbial clause of time verilibdir. Bu da doğrudur. Sonra so that yanaşı gəlirsə, məqsəd bildirir. Bu da doğrudur. The more, the less. Hər iki tərəfdən Z üstəgəl müqayisə dərəcəsi və cümlə nə qədər ki, o qədər deməkdir. Sübutlar nə qədər diqqətlə təhlil olunurdursa, ilkin nəzəriyyə bir o qədər inandırıcı görünürdü. Müqayisə, comparison, müqayisə budaq cümləsi. Bu da doğrudur. As if, as olan cümlələrdə ehtiyatlı oluruq demişdik. Nəyə görə ehtiyatlı oluruq? Çünki bəzən bu manner olaraq verilir, bəzən comparison olaraq verilir, bəzən isə ümumiyyətlə xəbər budaq cümləsi olur. Nə zaman xəbər budaq cümləsi olurdu? Əgər bağlayıcı feildən sonra gəlirdisə. Appear burada bağlayıcı feildir və bağlayıcı feildən sonra gələn as if, as though nə olub? Predicative clause, yəni nominal clause olur. Noun clauses da deyirik biz bunlara. Onun bir növü olan xəbər budaq cümləsidir burada. Yəni adverbial clause deyil, xəbər budaq cümləsidir. Ona görə yanlış olan elə E variantındadır. 25-ci testdə daha doğrusu sifət və yaxud da zərfin dərəcəsinin düzgün işlənib işlənməməsi soruşulur bizdən. Incorrectly, yanlış işlənənləri seçməliyik. Birinci cümləyə baxırıq. Considerably longer. Layihənin son deyir, final report, yəni son hesabat əvvəlkindən xeyli uzun olsa da nəticələri çox mükəmməl idi. Burada considerably müqayisə düzdür, amma very perfect olmaz, çünki perfect non-gradable adjectivedir. Non-gradable adjectivelər dərəcə bildirən sözlərlə işlənməzlər, bu yanlışdır. Yəni, bir olan cavabı götürəcəyik. İkinci cümlədə, ikinci təklif birincidən xeyli praktik olsa da, komitə onların heç birini tam qənaət bəxş hesab etmədi. Bu da doğrudur. Completely satisfactory doğrudur. Ondan sonra considerably more doğrudur. Dediyi özündən sonra müqayisə dərəcəsi gəlir. 2 doğru olacaq. 2-də problem yoxdur. Ona görə 2 olan variantları gəlin çıxaq. 3-də far too smaller olmayacaq. Buradakı far sizi çaşdırıbdır. Çünki far özündən sonra müqayisə dərəcəsi alır. By far and away özündən sonra üstünlük dərəcəsi alır. Amma too özündən sonra adi dərəcə alır. Yəni, burada too'ya görə small olmalıydı. Too small. Too sözünün qarşısında a bit, far, much kimi sözlər işlənib, too'nu biraz da qüvvətləndirə bilirlər. Amma buradakı farın sifətlə bir əlaqəsi olmur. Far too'ya aiddir. Too small-a aiddir. Ona görə too'dan sonra adi dərəcə gəlməliydi. Yəni, 3 səhvdir, 1-3 olacaq. 4-də even bilirsiniz ki, normalda biz deyirik ki, müqayisə dərəcəsindən işlənir, amma adi dərəcə ilə üstünlük dərəcəsindən də görə bilirik cümlənin mənasını nasılıdır. Burada doğru işlənibdir.
Absolutely perfect də doğrudur. Yəni 4 doğrudur. 5-də isə become özündən sonra müqayisə dərəcəsi alır. Ona görə birinci hissədə bir problem yoxdur. İkinci tərəfdə enough hopeless olmaz. Çünki enough özündən sonra sifət zərf almır. Sifət və zərf enoughdan öncə işlənir. Ona görə yanlışdır. Cavab 1, 3, 5. Cümlələri sona kimi oxumaq önəmlidir imtahanda. Dialoqla bağlı olan bir testi, dialoq boşluqdan əvvəl, boşluqdan sonra düzgün təmin olunmalıdır. Ona uyğun bir variant seçmək lazımdır. Gəlin baxaq. Deyir ki, nə deyir? Hank deyir ki, səncə alimlər nə vaxtsa kainatla bağlı, yəni bizim kainatla bağlı əsas suallara cavab tapa biləcəklər? Paul da deyir ki, fiziklər deyir bunun üzərində işləyir, yəni cavab tapmaqla, kainatla bağlı suallara cavab tapmaqla bağlı bunun üzərində işləyirlər. Amma görünür ki, nə qədər çox öyrənsələr, bir o qədər çox sual ortaya çıxır. Hank nə deyirsə, Paul deyir ki, yaxşı, əlbəttə ki, bizim ömrümüzdə yox. Əlbəttə ki, bizim həyatımızda, bizim ömrümüzdə yox. Deməli, burada nə olmalıdır? Bir sual olmalıdır ki, mən buna cavab verim ki, bizim ömrümüz boyunca yox. A-da deyir ki, demək istəyirsən ki, yaxın gələcəkdə tam avtonom şəhərlər görəcəyik. Bizim ömrümüzdə yox, bizim həyatımızda yox. Yəni, biz görməyəcəyik bunu. Baxın, ayrılıqda, dialoqdan kənarda bu sual və bu cavab çox məntiqlidir. Amma dialoqla əlaqəlidirmi? Yox. Ona görə cavab nə olar? C variantı olar. Demək istəyirsən ki, ümumiyyətlə mümkün deyil. Burada deyir ki, nə qədər çox öyrənirlər, o qədər çox sual çıxır. Bu da deyir ki, demək olar ki, demək istəyirsən ki, yəni bu mümkün deyil, bütün suallara cavab tapmaq. Paul da deyir ki, yəni bizim ömrümüzdə yox, bizim həyatımızda yox. İndi mümkün deyil də, yəni biz yaşadığımız müddətcə mümkün deyil, tapmayacaqlar mənasında cavab C variantıdır. 27-ci test söz önlüyü ilə bağlı olan bir testdir. Burada bir məqam var. Discuss feili və discussion isim işlənməsi. Bunu biz sizlə öyrənmişdik. Sven kitabından söz önləri öyrənərkən tərcümədə baxmışdıq. Have discussion about something olur. Nə ilənsə bağlı müzakirə aparmaq. Amma discuss something olur. Özündən sonra birbaşa something alır. Yəni burada heç bir söz önü olmayacaq. Ona görə digər variantlara çıxacağım. İkinci tərəfdə əlbəttə ki, in detail işlənir. Zaten in verilibdir hər ikisində. Və gəldik agree işlənməsinə. Agree with somebody olur. Kimləsə razılaşmaq, bunu götürə bilməyəcək. Agree on something nəsə haqqında razılaşmaq, razılığa gəlmək mənasındadır. Yəni, daha doğrusu dəqiqləşdirmək və heç bir dəyişiklik edilməməsinə dair israr etdilər. Yəni, yekun tövsiyələrlə razılaşdılar deyirik. Nə ilənsə bağlı razılaşmaq deyəndə on sözünü istifadə olunur, agree on. Məsələn, vaxtı dəqiqləşdirdik. Görüş gününü dəqiqləşdirdik, razılaşdıq görüş gününə. Bax, bu mənada istifadə olunur. Onunla işlənməsi burada doğrudur. 28-ci testdə cümlədə restatement testidir. Bənzər məna, yaxın mənalı cümləni seçmək lazımdır. Bir saniyə gözləyin. Aha. Əvvəlcə cümləni çox diqqətlə oxuyuruq. Önəmli hissələrə diqqət edirik. Bilirsiniz ki, nələri mütləq çevirməliyik. Həmin hissələrə diqqət eləmək lazımdır. Because of verilibsə buna baxacağıq. Nə səbəb? Səbəb nə verilibdir? Decrease azalmaq deməkdir. In the sense of taste. Yəni, dad bilmə hissinin azalması səbəbindən yaşlı insanlar çox vaxt həm duzun, həm də şəkərin istifadəsini artırırlar ki, bu da yüksək qan təzyiqinə, qida maddələrinin itirilməsinə səbəb ola bilər. Kəndinə verilibdir. Deməli, baxın, səbəb-nəticə əlaqəsi varsa da bir cümlənin içərisində səbəbi və nəticəni düzgün müəyyənləşdirmək lazımdır. Burada çox şəkər qəbul eləməyin, çox duz qəbul eləməyin nəticəsi deyil dad bilmə hissinin azalması. Əksinə,
dad bilmə hissi azalır deyə onlar daha çox şəkər istifadə edirlər. Buna diqqət edəcəyik. A variantında deyir ki, duz və şəkər istifadəsinin artması likely gətirib çıxarır. Duzun həm də şəkərin istifadəsini artırır. Deməli, duz və şəkər istifadəsinin artması, güya bunu artırdığımıza görə yüksək qan təzyiqinə, qida maddələrinin itirilməsinə, həm də dad bilmə hissinin azalmasına səbəb ola bilər. Yəni, güya ki, dad bilmə hissinin azalmasının səbəbi duzun, şəkərin artırılmasıdır. Bu deyil, bu nəticə idi. B variantı tam doğru cavabdır. Burada da deyir ki, yaşlı insanlarda dad bilmə hissinin azalma sözünü götürdük buradan. Nə ilə nəticələnir? Burada səbəbi olaraq verilirdi. Burada nə ilə nəticələnir deyir. Duz və şəkər consumption, intake, bu sözlərə diqqət edəcəksiniz. Yəni tükədilməsi, daha çox tükədilməsinə gətirib çıxarır, istifadəsinə gətirib çıxarır və bu da qan təzyiqinə, qida maddələrinin itirilməsinə səbəb olur. B ən uyğun cavab olacaq. C variantında yaşlı insanlarda dad bilmə hissi çox vaxt duz şəkər istifadəsinin artması nəticəsində azalır deyir. Yenə də burada tərsinə deyir. D variantında deyir ki, yüksək qan təzyiqi qida maddələrinin itirilməsi yaşlı insanlarda dad bilmə hissinin azalmasına səbəb olur. Güya ki, yüksək qan təzyiqi səbəbindən insanlar dad bilməni itirirlər. Bu da deyil. E variantında duz və şəkərin artan istifadəsi və bunun nəticəsində dad bilmənin azalması yenə də doğru deyil. 29-cu testdə nələr edirik? Infer from the text. Mətndən ümumi bir məntiq çıxarmaq lazımdır, bir məna çıxarmaq lazımdır. Bu tip suallar adətən imtahanda bilirsiniz də necə düşür? Ya mətndən çıxara biləcək ən uyğun nəticəni seçirik. Əlbəttə, son hissəyə diqqət eləmək şərti ilə. Ya müəllifin fikrini seçirik, ya müəllifin məqsədi nədir? Bu mətni yazmaqda bu tip suallar bənzərdirlər. Və mətni diqqətlə oxuyuruq. Pandemiya dövründə bir çox məktəb demək olar ki, bir gecənin içərisində deyil, onlayn təhsilə keçdi. Bu dəyişiklik təhsilin davam etməsinə imkan versə də, eyni zamanda şagirdlərin texnologiya çıxış imkanlarında ciddi fərqləri ortaya çıxartdı. Fərqlərdən danışır. Bəzi şagirdlər heç bir çətinlik çəkmədən bütün dərslərdə iştirak edirdi. Digərləri isə etibarlı internet bağlantısı və ya uyğun cihazların olmaması səbəbindən çətinlik yaşayırdılar. Nəticə hissəsinə diqqət edirəm. Nəticədə təhsildəki bərabərsizlik əvvəlkindən daha aydın görünməyə başladı. Deməli, mətndən nə məna çıxardırıq? Onlayn təhsilə keçid nə ilə nəticələndi? Bərabərsizliklə nəticələndi. Onu daha çox ortaya çıxardı. A variantında deyilir ki, onlayn təhsildəki bərabərsizliyi tamamilə aradan qaldırdı. Aradan qaldırmayıb da, əksinə ortaya çıxarıbdı. B variantında pandemiya şagirdlərin təhsil imkanları arasındakı mövcud fərqləri daha aydın üzə çıxardı. Bu doğru cavabdır. C-də deyir ki, şagirdlərin əksəriyyəti onlayn dərslərə ənənəvi dərslərdən üstün tuturdu. Bu haqda danışılır mətndə. D variantında məktəblər onlayn təhsilə keçidə tam hazır idilər, tam hazır deyildilər. Burada çatışmazlıqlardan danışır. Və E variantı bütün şagirdlərin etibarlı internetə çıxışı var idi. Yox idi hamısının çıxışı internetə. Ona görə bu da yanlışdır. Daha sonra gəldik 30-cu testə. 30-cu test bağlayıcı ilə bağlı olan bir testdir. Və bağlayıcı ilə bağlı olan testlərdə tərcümə önəmlidir, bəzən zaman önəmlidir. Boşluqdan sonra nə gəlib ona baxacaqsınız, mübtəda xəbər mi gəlibdir? Durğu işarələrinə diqqət edirsiniz, bilirsiniz ki, bağlayıcılarla bağlı olan testlərdə. İndi burada fərq eləmir, çünki zaten özündən sonra mübtəda xəbər gəlibdir və verilənlərdən hamısı özündən sonra mübtəda xəbər alır. Ona görə sadəcə tərcüməyə baxacağıq. Bədii ədəbiyyat deyir insana zövqdən daha artıq bir şey vermir.
İkinci tərəfdə deyir ki, onun tədris fənni kimi öyrənilməsi çətin ki, özünü doğrultsun. Deməli, nə ola bilər burada? Unless ola bilər. Unless if nota bərabərdir. Yəni, əgər bədii ədəbiyyat insana zövqdən başqa bir şey vermirsə, onun tədris fənni kimi öyrənilməsi çətin ki, özünü doğrultsun. Burada A-nı niyə götürə bilmərik? Deyərsiniz ki, vermədiyinə görə. Çünki cümlə təsdiqdədir. A-nı mən yerinə qoysam, deyəcəm ki, ədəbiyyat insana zövqdən daha artıq bir şey verdiyinə görə. Cümləyə xəbər axı təsdiqdədir. Mən bura vermədiyinə görə demək üçün mütləq inkar gətirməliyəm. İnkarı da unless ilə verirəm. Çünki unless bərabərdir if nota. Cümlə tamamlama testi. Aha. İkinci tərəfdə deyir ki, which implies that. Which burada nəyi təyin edibdir? Diqqət eləmək lazımdır. Hansı ki deyir. Aha. Hansı ki tədqiqatçıların nəticələri ehtiyatla şərh etməli olduqlarını göstərir. Deməli, mən burada ya cansız isim götürməliyəm, ya da ki, elə bir cümlə götürməliyəm ki, which həmin cümlənin ümumi mənasını təyin eləsin. Çünki which-in belə bir xüsusiyyəti də var idi, digərlərindən fərqli olaraq. Baxıram. A variantında deyir ki, təcrübə hər sınaqda ardıcıl nəticələr verdi. Yəni, bu nə deməkdir? Güvənilir idi də, təcrübə hər dəfə ardıcıl nəticələr verdi. Bu isə tədqiqatçıların nəticələri daha ehtiyatla şərh etməli olduğunu göstərir. Yanlışdır. Çünki burada deyir ki, onlar gərək daha ehtiyatla şərh eləsinlər. Deməli, mən burada ehtiyatla şərh eləyə biləcəyi bir durum verməliyəm. Əgər təcrübə hər sınaqda ardıcıl nəticə verirsə, burada ehtiyatla şərh verməyin bir mənası yoxdur. Hər şey qaydasındadır deməkdir. Ona görə bunu götürə bilmirik. B variantında deyir ki, iştirakçıların əhəmiyyətli bir hissəsi sorğunu tamamlamadı. Bu ola bilər. İştirakçıların çox hissəsi, əhəmiyyətli bir hissəsi sorğunu tamamlamayıbdı. Hansı ki, yəni bu hadisə, çoxunun sorğuda iştirak eləməməyi hadisəsi, araşdırmacıların nəticələri ehtiyatla şərh etməli olduqlarını göstərir. B variantı doğru cavabdır. C-də deyir ki, tədqiqat özəl bir təşkilat tərəfindən maliyyələşdirilirdi. Yəni, bunun bir aidiyyatı yoxdur. Həmçinin də yəni məna olaraq uyğun gəlmir də. Tədqiqat özəl təşkilat tərəfindən maliyyələşdirilsə də, bu nəticənin problemli olacağı anlamına gəlmir, onu demək istəyirəm. D variantında nəticələr beynəlxalq elmi jurnalda dərc olundu. Bu da onun daha ehtiyatlı nəticələrini açıqlayarkən daha ehtiyatlı olmaq lazım olduğunu göstərmir. E variantı tədqiqat universitet tələbələri üzərində aparıldı. Bu da buna dəlalət eləmir ki, biz nəticəni ehtiyatla açıqlayaq. Nə zaman ehtiyatlı olmaq durumu lazım olur bizə? O zaman ki, hamı iştirak eləməyibdi, yəni sorğunun nəticəsində problem ola bilər. 32-ci testdə düzgün sual cümləsi tələb olunur bizdən. Daha doğrusu, incorrect, yanlış sual cümləsi tələb olunur. What made you change your mind? Bu doğrudur. Çünki biz mübtədəyə sual verəndə mübtədəni götürürük, yerinə sual sözünü yazırıq, xəbər olduğu kimi qalır. You burada tamamlıqdır. What made you? Nə səni məcbur elədi fikrini dəyişməyə? Nə səbəb oldu? Nə səbəb oldu? Mübtədəyə sual vermişik, sadəcə what yazmışıq. How much progress has been made? Cümlənin mübtədəsi progressdir. Xəbəri has been made məchuldadır. Deyir ki, indiyə qədər nə qədər irəliləyiş əldə olunubdur? Nə əldə olunubdur? Nə irəliləyiş? Nə qədər irəliləyiş? Mübtədanın təyininə sual verəndə yenə də bağışlayın ki, köməkçi feylə ehtiyac olmur. İnkar düzəltmədiyimiz müddətcə. C variantında what if? Bəs əgər nəticələr qeyri-dəqiq çıxsa necə? Belə bir sual cümləsidir. Qeyri-reallıq bildirir. Yəni, tutaq ki, nəticələr qeyri-dəqiq çıxdı. Onda nə olacaq? Bu tipdə bir sualdır, doğrudur. Bunu
Ə, mod mövzusunda keçəndə keçmişik sizlə. What if testlərin içərisində də var idi. What exactly did the witness claim to have seen? What did the witness claim? Burada deyir ki, şahid dəqiq olaraq nə gördüyünü iddia eləyir. Burada mübtəda nədir? The witness, şahid. Aha, 32-ci testdə dedik ki, burada witness cümlə mübtədasıdır. Tamamlığa sual verilibdir. Çünki şahid dəqiq olaraq nə gördüyünü iddia etdi, nəyi gördüyünü iddia etdi və tamamlığa sual veririksə, əlbəttə ki, köməkçi fe'l mübtədadan əvvələ keçməlidir. Ona görə bu da doğrudur. E variantında mübtədəyə sual vermişik. Görüşə ilk gələn kim oldu? Kim çatdı? Kim? Mübtədəyə sual vermişik. Mübtədəyə sual verəndə cümləni köməkçi fe'lə ehtiyac yoxdur. Arrived. Who arrived first olmalıydı. Yəni yanlış olan elə E variantı oldu. Sonra 33-cü testə baxacağıq. Situasiyanı tamamlamaq lazımdır. Situasiyaya uyğun cavab vermək lazımdır. Situasiyanı oxuyaq. Deyir ki, axşam evə gedərkən tanımadığınız bir şəxs sizə yaxınlaşıb, təcili zəng eləmək üçün telefonunuzdan istifadə etməyə icazə verməyinizi xahiş edir. Siz həqiqətən də kömək eləmək istəyirsiniz. Amma həmçinin də eyni vəziyyətdə telefon oğurluqları ilə bağlı son xəbərləri də xatırlayırsınız. Həmin şəxsi incitmədən və ona etibar etmədiyinizi açıq şəkildə demədən ən uyğun cavab hansıdır? Baxın ha, demir ki, siz vermək istəmirsiniz telefonunuzu, əksinə kömək eləmək istəyirsiniz, amma biraz da tərəddüd edirsiniz, qorxursunuz, çəkinirsiniz. Ona nə deyərsiniz? A-da deyir ki, bağışlayın, mən heç vaxt telefonumu başqasına vermirəm. Bu, belə deyim də, həmin situasiya üçün real cavab kimi görünsə də, amma biz axı kömək eləmək istəyirik. A-da ümumiyyətlə rədd elədi ki, vermirəm. Ona görə A-nı götürməyəcəyik. B-də deyir ki, nömrəni desəniz, zəngi mən sizin yerinizə edərəm. Bu doğru cavabdır. Çünki həm kömək eləmək istəyirəm, həm də ki, çəkinirəm telefonumu verməyə. Neyniyəcəm? Deyəcəm, nömrəni ver, özüm sənin əvəzinə zəng edeyim, sözünü deyim. Ona görə B doğru cavabdır. C-də deyir ki, telefon oğurluğu haqqında çox eşitmişəm, amma burada birbaşa ona inanmadığını demək istəmirsən, ona görə uyğun deyil. D-də deyir ki, xahiş edirəm insanlardan belə xahiş eləməyin, bu rədd eləməkdir, kömək etmək hissəsinə uyğun gəlməyəcək. E variantında məncə vəziyyətiniz o qədər də təcili deyil. Burada yenə də incitmək hissəsinə gəlib çıxır, ona görə doğru deyil. Situasiyalarda ən önəmli məqam əsas hissəni tutmaqdır. Əsas məqsədimiz nədir? Və bir də ki, sonuncu cümləyə diqqətlə hər zaman deyirəm, baxırsınız ki, necə bir cavab verməli olduğunuz həmin hissədə gizli olur. Və gəldik pronounlarla bağlı, təyin edicilərlə bağlı olan bir sualda 34-cü sual. Baxıram, burada rəqəm gəlibdir və bir də nə gəlibdir? Cəm isim gəlibdir. Rəqəm və cəm ismin qarşısında several götürə bilmərəm. Several biraz, bir neçə deməkdir. Bir neçə 15 araşdırmaçı, tədqiqatçı deyə bilmərəm əlbəttə ki. N-i də götürə bilmərəm. Sam götürə bilərəmmi? Bəli, bilirik ki, sam rəqəm və yaxud da kəmiyyət bildirən söz ardıcı cəm isim gələ bilir və təxminən mənasını verir. About da yeni qaydada təxminən mənasını verir. Yəni, hər ikisini götürə bilərəm. Sonra gəldiyim ikinci tərəfə deyir ki, təxminən 15 iştirakçı, tədqiqatçı təklifi dəstəklədi. Halbuki ekspert verib sayıla bilən tək isimdir. An article da götürə bilərəm, some da götürə bilərəm. Hansısa bir ekspert və yaxud da some tanımadığım, hansısa adını bilmədiyim bir şəxs və yaxud da əşya mənasında sayılan tək ismin qarşısında işlənə bilir, bilirsiniz ki, ona görə doğrudur. Üçüncü tərəfə gəldik. Yəni, hansısa bir ekspert həll yolunun tələbləri ödəyə biləcəyini sorğuladı. Halbuki bir ekspert sorğuladı. Nəyi sorğuladı? Every solution sayıla bilən tək isimdir. Some-la işlənməz. Cəm gəlməli idi. Every solution, yəni sorğuladı ki, hər bir həll yolu tələbləri ödəyə bilərmi? Bu məntiqsizdir.
Həmçinin də all of-la birləşirsə təyin edici burada mütləqdir. Ona görə bu yanlışdır. Cavab elə A variantı olacaq. Any istənilən mənasında, yəni istənilən həll yolunun tələbləri ödəyə biləcəyini sorğuladı. Bütün tələblərin hamısını deyəndə də bilirsiniz ki, all of the ya da all the formasında işlənsəydi doğru olardı. 35-ci testdə paraqraf tamamlama ilə bağlı olan bir testdir. Aha, deməli, boşluqdan əvvəl, boşluqdan sonra diqqət eləyəcəksiniz. Bir çox təşkilatlar əməkdaşlarının bilik, texniki bacarıqlarını inkişaf etdirmək üçün peşəkar inkişaf proqramlarına böyük sərmayə qoyurlar. Halbuki, araşdırmalar göstərir ki, təkcə təlim keçmək həmişə iş yerində daha yaxşı nəticələr vermir. Deməli, boşluqdan əvvəl bizə nə deyir? Deyir ki, araşdırmalar göstərir ki, training alone, yalnız deməli, təlim keçmək yaxşı nəticə vermir. Boşluqdan sonra deyir ki, buna görə də, nəticədə uğurlu təşkilatlar adətən işçi təliminin dəstəkləyici rəhbər, müntəzəm rəy, yeni öyrənilən bacarıqları real şəraitdə tətbiq etmək imkanları ilə birlikdə həyata keçirirlər. Boşluqdan əvvəl deyir ki, yalnız treyning yetərli deyil, boşluqdan sonra da ona treyningə əlavələr eləyir. Deməli, ən doğru cavabımız burada C variantı olar. Keçid təmin edən bir cümlə lazımdır mənə. C-də də deyir ki, davamlı öyrənməni, praktik tətbiqi dəstəkləyən mühit olmadıqda, təlim zamanı əldə edilən biliklərin böyük hissəsi istifadə olunmadan qala bilir. Və nəticədə təlimlə yanaşı bu qeyd olunanlar da lazımdır. Tam uyğun gəldi. A variantı nəyə görə olmur? Çünki A-da deyir ki, yəni bu məna etibarı əslində doğru ola bilər. Lakin burada unutmaq məsələsini vurğuluyur. Boşluqdan sonraki hissəyə uyğun gəlmir. Çünki boşluqdan sonra da o əlavələri qeyd edir. B variantında maaş mövzusu mətnində ümumiyyətlə qeyd olunmayıbdır. D variantında mətn heç yerdə proqramların yalnız təcrübəli işçilər üçün olmasını demir. E variantında isə buradakının əksinə mətn göstərir ki, təkcə texniki bilik kifayət eləmir. Burada isə yalnız texniki bilikdən söhbət gedir. Ona görə bu doğru cavab deyil. Sonra 36-cı testə baxırıq. Sayla bağlı olan bir testdir. Düzgün sayı tamamlamaq lazımdır. Yenə də everydən sonra mən baxıram, tək isim gəlibdir. Everydən sonra miqdar sayı gəlib, sonra cəm isim gələ bilir. Məsələn, every 2 days, hər 2 gündən bir, every 2 month, hər 2 aydan bir kimi tərcümə edirik. Amma tək isim gəlibsə, deməli mən bunun qarşısına miqdar sayı verə bilmərəm. Miqdar sayından sonra tək isim gəlməz. 2 variantı çıxdım. Secondly, ismin qarşısında gəlməz. Bunu da çıxdım. Every ilə Z artiklı bir yerdə işlənməz. A-nı da çıxanda zaten cavabımız çox asanlıqla tapıldı. Bunu niyə belə asan yazmışam bilmədim. B variantıdır. İkinci tərəfdə 3/5, 5-dən 3 deməkdir, kəsir sayıdır. Of-la birləşə bilir, bilirsiniz. Sonuncu tərəfdə isə miqdar sayı lazımdır. Ümumi tərcümə necə olacaq? Hər iki every second participant, yəni hər iki iştirakçıdan biri, belə deyək, sorğunun 5-də 3 hissəsindən çoxunu 20 dəqiqə ərzində tamamladı. Belə tərcümə edəcəyik. Və gəldik nəhayət, yox, hələ gəlib çatmamışıq. Bir dənə də 37-ci sualımız var. Buna da baxaq. Elə bildim, mətnə çatmışıq, sevindim. 37-ci sualda situasiya ilə bağlı, əslində situasiya deyil, which clause, if clause-la bağlı olan bir testi, belə deyim. Bizə situasiya verilibdir. Həmin situasiyanı görürük ki, wish clause-la əvəzləmək istənilir bizdə. Deyir ki, dostunuz siz danışarkən dəfələrlə xahiş eləməyinizə baxmayaraq daim telefonunu yoxlayır və bu sizə məhəl qoyulmadığınızı hiss etdirir. Biz bu situasiyada nə deyə bilərik? Deyəcəyik ki, kaş ki
Biz danışarkən telefonu yoxlamağı dayandırasan. Və biz bilirik ki, gələcək yönümlü və bizi narahat edən, bizi qıcıqlandıran bir hadisənin olmamasını istəyiriksə, o zaman would-dan istifadə edirik wish-dən sonra cavabımız C variantı olacaq. Ümumi wish qaydasını təkrar edirik. Keçmiş zaman üçün kaş ki deyiriksə, keçmiş bitmiş zaman. İndiki və gələcək zaman üçün kaş ki deyiriksə, keçmiş zaman götürürük. İndiki davam edən bir hərəkət üçün kaş ki deyiriksə, keçmiş davam edən götürürük. Və bir də bizi narahat edən, qıcıqlandıran bir hal varsa və onun olmamağını istəyirəmsə, o zaman would-dan istifadə edirəm. Cavabım nə olur? C variantı olur. Mətnlə bağlı ən çətin sual ümumiyyətlə reading testlərindən belə böyük mətn verilir və ona aid 3 sual veriləndə ən çətinlik çəkdiyimiz suallar bilirsiniz ki, infer tələb edən, yəni məna çıxartmaq, çıxarıla bilən ən uyğun nəticəni tapın tipli suallar olur. Bu tip sualları eləmək üçün bütün mətni gözdən keçirmək tələb olunur. Ona görə məsləhətim odur ki, imtahana gedəndə bir mətnə aid 3 sual verilibsə və suallardan biri nəticə çıxarmaqla bağlıdırsa, siz onu ən sona saxlayın. Çünki digər sualları oxuyanda artıq mətnlə tanış olmuş olacaqsınız, söhbət nədən gedir başa düşmüş olacaqsınız və nəticə çıxarmağı artıq daha rahat şəkildə edəcəksiniz. Amma bu hissədə mən sadəcə sizə izah edirəm deyə konkret nəyə əsaslandığımızı deyəcəyim. Mətnin burada baxıram və deyir ki, təxminən deyir 40-70% biomüxtəlif baxımından əhəmiyyətlidir. Buna diqqət edəcəyik. Sonda, məsələn, over hissəsi var. Over one quarter bu hissəsinə diqqət edəcəyik. Tibb sahəsində də əhəmiyyətini göstərir. Ondan sonra oksigen istehsalındakı rolunu göstərir. Sonra iqtisadiyyat və gündəlik həyatda əhəmiyyətini göstərir. Və sonda da ümumiyyətlə həmçinin də deyir, turizm və ekosistem xidmətləri baxımından da əhəmiyyətlidir. Yəni mən ümumiyyətlə bu mətndən nə nəticə çıxarda bilərəm? Bu nəticəni çıxardırıq ki, yağış, bu rainforestlər əhəmiyyəti yalnız biomüxtəlifliklə məhdudlaşmır. Yəni çox genişdir də onun təsirləri, onun əhəmiyyəti çox geniş sahələri, fərqli geniş sahələri əhatə edir. Yəni yalnız biomüxtəlifliklə məhdudlaşmır. Ona görə də doğru cavabımız elə B variantı olacaq. Deyir ki, rainforestlərin önəmliyi, yəni vacibliyi biomüxtəliflikdən daha ötədir. Yəni biomüxtəliflik nədir? İnsan və bağışlayın, heyvan və bitkilərdən söhbət gedir də. Yəni biri var ki, yalnız onlar üçün önəmlidir deyə. Amma görürsünüz, onlardan nə qədər daha kənar sahələrə çıxır. Ona görə B ən uyğun variantdır. A variantında iqtisadi əhəmiyyətini əsasən ağac istehsalına məhdudlaşdırır. Ondan sonra C variantında deyir ki, rainforestlərdə yaşayan növlərin əksəriyyəti artıq alimlər tərəfindən müəyyən edilmişdir. Mətndə bunun əksi deyilir. Orada mətndə deyilir ki, still undiscovered. Bax, burada deyilir ki, still undiscovered. Ona görə C variantı yanlışdır. D variantında deyir ki, mülayim iqlim yağış, yəni mülayim iqlim bu rainforestlərdə tropik forestlərdən daha geniş yayılmışdır. Mətndə bunun əksi deyir. Deyir, temperate rainforests are only found in a few temperate regions. Yalnız bir neçə bölgədə mövcuddur. Ona görə də bu variant da burada deyir ki, a few regions, yalnız bir neçə regionla məhdudlaşır. Ona görə bu variant da doğru deyil. E variantında isə deyir ki, təbii dərmanların əksəriyyəti mülayim iqlim, bu rainforestlər əldə olunur. Mətndə yenə də bunun əksini deyir. Ona görə götürə bilmirik bu variantı. Biz yenə də sual üzərindən gedəcəyik cavabı tapmağa. Sualda deyir ki, which of the following is supported by the passage? Deməli, daha konkret bir sual növüdür. Deyilir ki, mətnə əsasən hansı fikir dəstəklənir, yəni hansı fikir doğrudur? Doğru cavabımız burada yenə də B variantı olacaq. Burada deyir ki,
Rainforestlər həm ekoloji, həm iqtisadi faydalar təmin eləyir. Bu mətndə verilən bir hissədir. Və ekoloji fayda mətnində necə verilir? Deyir ki, 28 faizi və burada ekosistemlə bağlı bu cümlə göstərir ki, ümumiyyətlə, rainforestlər yer kürəsinin oksigen dövranının 28%-ni təmin edir. Yəni, bu onun ekoloji əhəmiyyətini göstərir. Həmçinin də burada 40-75% biomüxtəliflik baxımından böyük əhəmiyyət daşıdığını göstərir. Sonda da qeyd olunur ki, gündəlik həyatımızda da bir çox şeylər istehsal olunur. Bu hissəyə də diqqət eləmək lazımdır. Və bütün bunları da bir yerə yığanda başa düşürük ki, həm ekoloji, həm də iqtisadi baxımdan, həm ətraf mühitlə, həm də iqtisadi baxımdan faydalıdır. Cavab elə B variantı oldu. Niyə yanlışdır? Çünki A variantında deyir ki, rainforestlər əldə olunan məhsulların əksəriyyətini yalnız tibbi məqsədlər üçün, burada yalnız tibbi məqsədlər deyildi, ona görə götürə bilmirik. Ondan sonra C variantında deyir ki, temperate, mülayim iqlim rainforestlərdə tropik rainforestlərdən daha çox canlı növü yaşayır. Mətndə əksi qeyd olunur. Sonra D variantında deyir ki, rainforestlərin qorunmasının əsas səbəbi turizmdir. Turizmdən başqa burada o qədər səbəb saymışdıq, ona görə bu deyil. Və E variantında deyir ki, bütün rainforestlərdə yaşayan bütün növlər artıq kəşf edilmişdir. Amma bayaq burada dedik ki, undiscovered olaraq qalır. Ona görə E variantı yanlışdır. Və 40-cı suala baxacağıq. Mətni siz oxumusunuz deyə mən burada artıq tam göstərə bilmirəm, çünki ölçüsü biraz kiçikdir, həm də sual biraz böyükdür. Yenə də sual üzərindən gedəcəyik. Bu sualda asan hesab olunan suallara aiddir, çünki konkret bir cavab istəyir bizdən. Mətnə əsasən deyir, tropik rainforestlər niyə dünyanın ən böyük aktivliyi adlandırılır? Düzgün cavab C variantı olacaq. Çünki təbii dərmanların 1/4-dən çoxu məhz burada kəşf edilmişdir. Çünki mətndə qeyd olunur ki, tropical rainforests have been called the jewels of the earth. Bax bu hissə. Çünki 1/4 ən böyük aptek adlandırılır. Çünki təbii dərmanların 1/4-də birindən çoxu məhz burada kəşf edilmişdir. Yəni, bu sualın cavabı niyə ən böyük aptek adlandırılır, belə deyək, bu hissədədir cavab. Ən asan mətnlə bağlı verilən suallar öyrənmişdik. Yəni, onlardan ən asan tipi budur. Çünki konkret nə istədiyini bilirsiniz və gedib onu oxuyursunuz. Qətiyyən imtahanda mətni başdan sona oxuyub, tərcümə eləyib, sonra gedib suallara baxmaq kimi bir səhv eləməyin. Çünki orada bilirsiniz ki, vaxtınız qısa olur. Öyrəndiyimiz yollarla gedirsiniz. Birinci növbədə mətnin birinci cümləsini, sonuncu cümləsini oxuyursunuz. Əgər ehtiyac duysaz, hər abzasın birinci cümləsi ümumi, yəni göz gəzdirirsiniz ki, söhbət nədən gedir. Daha sonra sual üzərindən, sualın şərtini çox dəqiq başa düşmək lazımdır və bir də mətnləri işləyərkən bilirsiniz ki, sualın cavabı mətnin hansı hissəsindədir, onu gözünüz tutmalıdır. Yəni, mən bu sualın cavabını harada axtaracam? Gedib həmin hissəni araşdırırsınız və oradan artıq düzgün cavaba çatırsınız. Belə, bu yekun sınağımızın da, hətta 3-cü yekun sınağımızın da izahının sonuna gəldik. Hər birinizə imtahanda uğurlar, bol şans və səbr, həyəcansız bir imtahan arzu edirəm. İnşallah gözəl nəticələrinizi eşidərək gözəl xəbərlərinizi alarıq.